Değerli boğa böcü insanları, baxaq görək mart ayında həyatınızın bir çox tərəflərində sizi nələr gözləyir. Bu video qarşınıza çıxıbsa qətiyyən təsadüf deyil. Like etməyi, abunə olmağı və yorum buraxmağı unutmayın. Özəl yorumlar üçün Taroteci Instagramdan yaza bilərsiniz. Birinci başlayaq karyera həyatınızdan. Görək karyera həyatınızda nələr olacaq? Şəxsi həyat, sağlığınız, hansı addımı atmalısınız, hansı addımı atmamalısınız və nəhayət bir mesaj evrəndən. Və dəstənin sonuncu kartı, ay kartı, qorxular. Addım atmaq istəyirsiniz, bir qaranlıq təklif mi deyim, bir qaranlıq yol mu çıxmaq istəyirsiniz, bir qaranlıq, biraz şübhəli görünən təklifin ardınca mı getmək istəyirsiniz, yaxud bəlkə biraz şübhəli görünən insandır bu, o qədər şübhəli deyilsə də sanki o qədər çox yaxşı tanımadığınız biridir, yaxud o qədər tanımadığınız, bilmədiyiniz yerdir, məkandır, işdir, nədirsə, ona doğru getmək istəyirsiniz. İstəməkdən daha çox sanki axış siz aparır, məcbursuz, çarə axtarırsınız, amma bir də qorxursunuz, qorxularınızı görürük. İndi başlayırıq yoruma. Birinci karyera həyatınızdan. Gəlin şəxsinlə sağlığı da seçək. Şəxsi həyatımız və sağlıq kartımız. Sağlıq kartımız. Birinci başlayaq karyera həyatımızdan. Karyera həyatımızda martda kimsə bizi yarı yolda qoya bilər, yarımçıq qoya bilər, yaxud gördüyümüz hansısa bir iş yarım qala bilər, yaxud hansısa plan yarım qala bilər, baş tutmaya bilər, eğitimdir, təhsildir, bir yarım qalma. Daha doğrusu bilirsiniz necə bir şeydir, sanki axıra qədər getmək çox çətin olacaq. O qədər çətinlik, belə bir ağır irəliləyiş enerjisi var ki, burada sanki siz artıq dözə bilməyəcəksiniz. Həmən o çətinliyə məcbur o yolun yarısında dayanmalı olacaqsınız. Belə bir hissiyat var məndə. Nə desə bir şeylərin bir yarım qalma ehtimalı, yarımçıq qoyacaqsınızmı, geri çəkiləcəksinizmi, çox zor mu gələcək onu davam elətdirmək sizə. Biraz da təbii ki, sanki martda üzərinizə maddiyyatla bağlı çox öhdəlik düşə bilər, çox ağırlıq düşə bilər, verəcəkləriniz çox olacaq buğalar, deyim sizə. Alacaqdan çox verəcək çox olacaq. Bu da sizə maddi cəhətdən çətin bir dönəm kimi görünür. Amma sonunda bəs bir işıq varmı, bir qurtuluş varmı? Gəlin onun üçün də bir kart çəkək. Bir kart çəkək onun üçün. Aha! Gözəl kartdır. Azraçdiniya məhkəmən kartıdır, çox qəşəng kartdır. Deyir ki, bax, birincisi, yəni bu çətinlikdən sizin çıxışınız var. Bir də boğa böcü insanları nəyisə dövlət qapısı ilə, rəsmi yerlərlə bağlı işiniz, sənət-sünət probleminiz, get-gəliniz falan ola bilər. Amma hiss edirəm ki, nəyisə bir işıq, ümid, özdə bir qrup insan, ailə üzvlərinizdimi, yaxınlarınızdımı, kimdirsə sizin bu gərgin, çətin vəziyyətdən çıxmanıza yardımcı olacaq. Mən belə hiss elədim. Bir də bir kütlə var burada, bir kütlə. Sanki bunlar da, yəni yaxınlarınız ola bilər, ətrafınız, ailəniz falan ayağa qaldıra biləcəksiniz dəstək üçün. Mən belə gördüm. Şəxsi həyatda nə var? Şəxsi həyat, buğa. Ay, buğa. Buğada şəxsi həyatda nə hiss edirəm? Gördüyüm qədərilə buğa, şəxsi həyat deyəndə təkcə sevgili nəzərdə tutmuruq, həyat yoldaşı, xanım nəzərdə tutmuruq, flört nəzərdə tutmuruq. Bu yoldaşlıq da ola bilər, dostluq da ola bilər. Yəni şəxsi münasibətlər, intim münasibətlər. Bu şəxsi münasibətlər fonunda sizi bir yalana, necə deyim, uğramışmı deyək, bir xəyanətə uğramışmı deyək, bəlkə bir arxanızca danışıblar, yaxud siz burada çoxlu qılınc var, görürsünüz, çoxlu qılınc var, başqa nə görürük burada, amma çoxlu qılınc bilsiz nə deməkdir? Çoxlu təzyiq deməkdir, çoxlu kəskin danışan dil deməkdir, üzərinizə gələn çoxlu insan deməkdir, təkcə xəyanət olmaya da bilər. Xəyanət kişi-qadın münasibəti deyil bu arada. Xəyanət, yəni dostunuz da sizdən xəbərçilik eləyə bilər. Bu belə xəyanətdir. Amma bu çoxlu qılınc o deməkdir ki, eyni anda bir çox insanın
işinizə qarışması durumu ola bilər. Eyni anda bir çox insanla aranız pis ola bilər. Eyni anda bir çox insan münasibətinizə, ailə həyatınıza, ilişkinizə, nişanlığınıza qarışa bilər, korlaya bilər bir şeyləri. Nəsə eyni anda çox bir nəfərlərin ya da çox problemlərin, qılınclı problemlər də ola bilər, birdən-birə canlanıb sizi belə çox olumsuz bir vəziyyətə belə salacağını görürəm. Amma sizdə burada nə var? Əlində xaç var qadının, görürsüz. Allaha sığınma görün. Allaha sığınacaqsınız və ibadət, ruhanilik, dua, yəni Allaha sığınma gözləyəcəksiniz. Doğrudan buğa səbri orada özünü göstərəcək. Gözləyəcəksiniz ki, görüm necə olur. Bəs gəlin baxaq, görək necə olacaq. Bu kartı çəkmişəm. Çox yaxşı olacaq nəticəsi. Çox sevindim bu kartın çıxmaq üçün. Nəticəsi yaxşı olacaq. O görürsüz, çox qılınc və çox kupa nə deməkdir? Qılınclar kupaya dönüşdü sizin səbrinizlə və o yaralı haliniz gördünüz necə dirildi, necə qaxdağa, necə sevincəkdir. Çıxacaqsınız bu vəziyyətdən. Şəxsi həyatdan keçək indi sağlamlığımıza. Baxaq görək sağlamlığımızda nə var, nə yox. Aha. Buğa bürcü insanlarının sağlıq həyatında hiss etdiyim qədərilə bir nəsə bir sağlıq durumu, nəsə bir xəstəlik, nəsə bir halsızlıq, xüsusilə zəhərlənmə, qanla bağlı məsələlər, misal üçün qan azlığı, qanda laxtalanma, qanla, qan dövranı ilə bağlı məsələlər, zəhərlənmə, bu tipli şeylərə qarşı diqqətli olun. Dəm qazıdır, qida zəhərlənməsidir, bu tip şeylərlə diqqətli olun. Bir də hiss edirəm ki, nəsə bir problemi özünü göstərəcək. Bir də ayaqla bağlı, ayaq, əzələ, oynaqla bağlı problemləriniz, xüsusilə diz, ayaqlarıma belə şeylər ola bilər. Buğa böcə insanları həmən o özünü deyirəm, bir dənə sağlıq durumu da özünü göstərəcək. Elə bir buğa böcü qıraqdan baxacaq xəstəliyinə. O xəstəliyi istəməyəcəyə qəbullansın. Qıraqdan baxacaq xəstəliyinə. Bir də mən buğa böcündə nə hiss edirəm? O kiminsə problemini həll etməyə, kiminsə sağlıq durumu olan bir insandır bu. Yəni daha doğrusu xəstəliyi olan bir insandır bu. Onun hansısa bir problemini çözəcək, hansısa bir problemini həll eləyəcək, yaxşılıq eləyəcək o insana. Və gəldik, baxaq görək buğa burcu nəyi etməlidir, nəyi etməməlidir. Bu iki karta baxaq. Aha. Deməli buğa burcu insanı problemlərini qəti şəkildə ertələməməlidir. Görməzdən gəlməməlidir. Qılıç yedilisi kartadır, bu görürsüz. Və bir də buğa bürcü insanı proqramla deyir, planla, xəritə ilə getsə deyir, problemlərin öhdəsindən gələcək. Və bir də bir nəfər güclü insanlar, buğalar. Həmən o güclü insan mart ayında istəyəcək ki, yanınızda olsun, sizi müdafiə eləsin, sizə nəsə eləsin, ona icazə verin. Sonra gələk növbəti kartımıza baxaq, görək sizə evrəndən, ilahidən hansı mesaj var. Buğa bürcü bir xəbər alacaq, çox sevdiyi biri, keçmişdən tanıdığı biri ola bilər. Bir xəbər, bir mesaj, bir görüş bəlkə də. Amma nəsə belə nostaljik də, duyğulandıracaq bir xəbərdir sizi buğalar. Belə dəyərli buğalar, sizləri çox sevirəm. Gələn göstərədək hələlik.